bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaq. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlər, onların başı yarıldı dəmir yumruq vasitəsilə. Bugünkü hadisə də eyni nəticəni biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq. İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Və onların bu törətdiyi terror aktı bütün başqa çirkin amillərlə yanaşı böyük nankorluq nümunəsidir. Hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici İşlər Naziri mənim göstərişimlə, həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getmir. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Etiraz notası veriləcək, diplomatik addımlar atılacaq. Mediaankara.com